Artıq bületen açdırmaq üçün xəstə halda həkim, iş yeri, bir sözlə qapı-qapı düşməyə ehtiyac yoxdur. Çünki bu proses tamamilə elektronlaşdırılıb. Xəstə müalicə aldığı həkimə müraciət edir və müayinələrdən sonra mütəxəssis özü pasiyentinə elektron bületen açır. Bunun üçün o telefonla sima vasitəsilə QR kodu aktivləşdiririk. Aktivləşdirəndən sonra bu xəstənin səhifəsi açılır. Səhifə açılandan sonra doldurur. Burada açılmış hər hansı vərəq xəstənin işlədiyi müəssisədə və ya da poliklinikada vahid bir sistem olduğuna görə o sistemlərdən rahat şəkildə yüklənmiş olur ki, və burada istər-istəməz əllə yazılarkən vergilə biləcək texniki səhvlər, arada olan uyğunsuzluqlar demək olar ki, elektron bülten vasitəsilə aradan qaldırılmış olacaq ki, həm burada həm xəstə üçün, həm xəstənin işlədiyi müəssisə üçün, eyni zamanda xəstənin müalicə aldığı xəstəxana üçün çox rahat bir sistemdir və əlçatanlığı çox rahat şəkildə təmin edir. Bu ilk növbədə şəffaflığın təmin olunmasına və prosesin optimallaşdırılmasına istiqamətləndirilib. Hal-hazırda elektron bültenlər bütün tip ölkə üzrə, bütün tip müəssisələrində yazılmağa başlayıb və qeyd edeyim ki, hazırda kağız daşıyıcıda yazılmış xəstəlik vərəqələri etibarsızdır bir mənalı olaraq və bu da Dövlət Sosial Müdafiə Fondu tərəfindən qəbul edilməyəcək. Bu da ona gətirib çıxaracaq ki, həmin deməli müvəqqəti əmək qabiliyyətini itirmiş şəxs üçün müavinətin hesablanmasında yalnız elektron xəstəlik vərəqələri əsas sənəd rolunu oynayacaq. Qeyd edək ki, elektron xəstəlik vərəqələrinin tərtibi ilə bağlı hər hansı çətinlik yarandığı təqdirdə tibb müəssisələri 814 çağrı mərkəzinə müraciət ünvanlamalıdır. Səbinə Şükürova, Rəhman Məlikov, İTV Xəbər.